Bu kitablarımı yazıram ki, məndən sonra qalsın bu kitablarda dərs vəsaiti kimi istifadə olunsun. Azərbaycan kinosunun salnaməsini 2 cild. Birinci cild çıxıb, ikinci cildi də tutardım. Dövlət Film Fondunda bir balaca dəstəmiz var. Deməli, Elmira Şabanova aktrisanın qızı, o qızı orada işləyir, baş redaktor. Leyla Şabanova. Onun rəhbərliyi altında balaca bir dənə qrup var. O qrup mən yazıram, verirəm bunlara. Bunlar da onu yoxlayırlar, nə edirlərsə, sonra gedir çapa. İndi ikinci cild də salnamənin, birinci cild həsr olunub Azərbaycan kinosunun bədii kinosuna bütövlüyü ilə. Hardasa bir 750 varaqdır. Azərbaycan filmləri gedir hamısı, bədii filmlər. İkinci cild başdan ayağa sənədli filmlərdir. Başdan ayağa hamısı sənədli. 1898-2018 bu dövr götürülür.